Qəzzada zaman artıq saatlarla deyil, itkilərlə ölçülür. Xan Yunis sakini Ammar Əl-Əqqad üçün 2023-cü ilin sonu sadəcə bir təqvim vərəqi deyil, ailəsinin iki parçaya bölündüyü andı. Bir yanda çadırda hər gün nənəsini soruşan azyaşlı uşaqlar, digər yanda isə İsrail ordusunun zirehli maşınında əlləri bağlı halda hara aparıldığı bilinməyən bir ana və bacı. Xan Yunisə hücum başlayanda biz evdə idik. 2023-cü il idi. Ordu artıq girmişdi. Mən anama, bacıma, qardaşlarıma yalvardım ki, çıxaq buradan. Dedim ki, zona həddindən artıq təhlükəlidir. Dəniz kənarına və ya şəhərin içərisinə gedək. Amma onlar yox dedilər. Öz evimizdə qalmağı üstün tutdular. Ammar ailəsini razı sala bilməyəndə çıxmaq məcburiyyətində qalır. Bir müddət qardaşı ilə telefon əlaqəsi saxlaya bilsə də, tanklar evi mühasirəyə aldıqdan sonra səs kəsilir. Bu sadəcə bir rabitə qırılması deyil, böyük bir qeyri-müəyyənliyin başlanğıcı idi. Qardaşım zəng edib dedi ki, orada olduğumuz ərazini mühasirəyə alıb. Tanklar hər tərəfi bağlayıb. Hündür binalarda snayperlər var. Tərpənə bilmirik. Anamla bacım qonşunun evinə sığındılar. O andan sonra əlaqəmiz kəsildi. Ammarın bir il boyunca döymədiyi qapı qalmır. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə hər dəfə eyni cavabı verir. İsrail ordusundan cavab gözləyirik. Lakin faktlar göstərir ki, Qəzzada müharibə başlayandan bəri itkin düşən 10 mindən çox insanın taleyi hələ də qaranlıqdır. Onların bir çoxu hərbi əməliyyatlar zamanı saxlanılaraq İsrailin cənubundakı Sizdə Teyman kimi müvəqqəti saxlama düşərgələrinə aparılır. İnsan haqları təşkilatları buralarda fələstinlilərin hüquqi vəkil olmadan naməlum müddətə və ağır şəraitdə saxlanıldığını bildirir. Qırmızı Xaçla dəfələrlə əlaqə saxladım. Dedilər ki, dözün, ordudan soruşaq ki, onlar sağdır, yoxsa ölü. Amma heç bir cavab yox idi. Sanki yer yarıldı, anamla bacım içinə girdi. Susqunluğu İsrail əskərlərinin özləri pozur. Amma rəsmi kanallarla yox, sosial şəbəkələrdə fəxr bəxş edən fotolarla. Ammar təsadüfən internetdə bir şəkil görür. Bir hərbi maşının içində gözləri bağlı, əlləri və ayaqları bağlanmış iki qadın. Yanlarında isə qələbə işarəsi göstərərək gülən İsrail əskərləri. İsrail ordusu bu şəkili internetə qoyanda bildik ki, onlar sağdılar. Şəkildə anam başında namaz şalı, bacımsa ağ şalla oturub. Əllərini, ayaqlarını bağlayıblar. Başlarına torba keçiriblər. Bu şəkili görəndə həm sağ olduqlarına sevindik, həm də o vəziyyətdə olduqlarına görə içimiz yandı. Bu kadrlar çəkilərkən dünya diplomatiyası yeni bir mərhələyə qədəm qoyub. Birləşmiş Ştatların Yaxın Şərq üzrə elçisi Steve Witkoff Prezident Trumpın 20 bəndli sülh planının ikinci mərhələsini elan edib. Planın tərkib hissəsi kimi demilitarizasiya və yenidən qurma vədləri verilsə də, Ammar üçün bu vədlər doğmalarının taleyindən daha uzaq görünür. Çünki İsrail tərəfi bu iki qadının onların həbsxanalarında olmadığını iddia edir. Ordu deyir ki, onlar bizim həbsxanalarda deyil. Bəs hardadılar? Siz onları o maşına mindirib apardınızsa, deməli məsuliyyət sizindir. Onları təhlükəsiz zonaya apardığınızı deyirsiniz. Hardadır o zona? Biz bilmək istəyirik. Onlar sağdır, yoxsa ölü? 72 mindən çox ölən, 170 mindən çox yaralı və sayı hesabı bilinməyən itkilər. Qəzzada hər çadır bir sual nişanıdır. Ammar isə hər gecə telefonundakı o şəkli yastığının altına qoyur. Ümid edir ki, bir gün o şəkildəki əlləri bağlı qadınlar həmin əlləri ilə nəvələrini bağırlarına basacaqlar. Əgər o şəkildən sonra hələ də nəfəs alırlarsa. Biz beynəlxalq təşkilatlardan insan haqları müdafiəçilərindən xahiş edirik ki, bizə həqiqəti desinlər. Onlar sağ idilarsa onlara nə oldu? Biz sadəcə cavab istəyirik. Bu material Vayora agentliyi və 24/7 Press News portalının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilmişdir.